görürsən, Allah Quranda deyir, həqiqətən dünya həyatı oyun oyuncaqdır. Oyun oyuncaqdır. Ən mühüm hissəsi udub-uduzmaqdır, hadisələr deyil. Həyəcan mənəvi mənada olmalıdır. Udmaq, uduzmağın, bax, bütün bu savablar bu ki, Allah təşviq eləyir, maraqlı bir oyuna dəvət eləyir. Allah da bu oyunda mənləndir, həyatın maraqlı hissəsidir. Bu gladiator oyunu kimi deyil ki, məğlub olanı öldürürlər. Həyat oyunu belə deyil. Burada Allah sənləndir, qoymayacaq sən həlak olasan. Bir dənə şey tələb olunur ki, biləsən mənimlədir. Bunu biləsən. Bəs axı adamlar aqibətindən narahatdır, nigarandır. Deməli, burada risk var. Bəli, aqibətdən nigaran olmaq da elə oyunun bir hissəsidir ki, özünə pənah aparasan, özünə sığınasan. Ki, yenə də cazibəsi artsın sənin üçün. Birdən görürsən ki, yadına düşür ki, axırım necə olacaq, qorxursan, qaçırsan, o da tez ağuşunu alır. Bütün bu qorxutmaqlar oyunun tərkib hissəsidir. Oyunu maraqlı eləyir sənin üçün. Bir alimdən, bir filosof da eşitdim, qəşəng bir söz deyir, quş budağa qonur, görsə ki, öz vəzni, çəkisi budaqdan ağırdır, çox-çox. Budaq qırıla bilər, stres keçirtmir ki quş, çünki qanadları var, uçacaq. Narahat deyil. Həyatın bütün çətinlikləri belədir. Sən bir gün pərvaz eləyəcəksən və yadından çıxacaq ki, o dərdlər vardı, problemə çevirmişdin. Ruh bədəndən çıxan kimi heç ağrısı qalmayacaq canında. Heç nə, heç elə bilsən əziyyət görməmsən. Heç elə bil əziyyət çəkməmsən. Sən bir günü yadına sal, bu ruh bədəndən çıxanda, buradakı bütün xəstəlik, azar, dərd, problem, heç biri səndə yadından çıxacaq. Yadına salmaq istəyəcəksən, yadına düşməyəcək. Oturub fikirləşəcəksən, heç nə hiss eləməyəcəksən, heç elə bir olmamış kimidir. Sən demək yox imiş. Olmamış kimi yox, əvvəldən yox imiş. Görüntü imiş, ağrı görüntüsü, xəstəlik görüntüsü, bütün hamısı görüntü imiş.